Salam millət, bugün deneme 4-dən davam edirik. Birinci sualımıza baxaq. Bu tip misallar verəndə deyirik ki, bir-birini oxşatmağa çalışın. Yəni sistem tənlikdən ya tərəf-tərəfə toplamaq, ya çıxmaq lazımdır ki, tam ədədlər yaransın. Məsələn, biz bunu tərəf-tərəfə toplasaq, A plus B bərabərdir 3-dən 35, 38 bölü 19. Üstə gəlinsin 119, oradan 4-də gəlsin 123 bölü 41. Çıxılsın 37-dən də 6 gedilsin mənfi 31 bölü 31. Belə bir kəsirlər yaradırıq. Buradan da A üzərinə gəlsin B. İxtisarları aparsaq 2 dəfə burada, 3 dəfə bu, 1 dəfə də bu. Yəni 2 üzərinə gəlsin 3 çıxılsın 1, o da bizə verər 4. Bizdən də A-nı istəyir. A da bərabərdir. B-ni atırıq 4-ün yanına. Olar 4 minus B. İfadəmiz A variantında. İkinci sual adi kəsirin hesablanması. Uşaqların da ən çox elədiyi səhv budur ki, bu 4-də 4 yoxsa 4-də 1, burada simmetrik olan hissələrə baxın. Yəni bu xəttləri əsas götürsək, 4 bölü 1-dən 4-də 1 çıxırıq, aşağısı 4-də 3. Çıx 4, çıxılsın 4-də 1 yuxarısında, 4 aşağısında. Bu da bərabərdir. 4 vurulsun tərsəsinə, 4 yuxarı 3 aşağı. Çıx 4, çıxılsın 4-də 1 vurulsun tərsi təzədən 4-də 1. Bu da eləsin 16 bölü 3. Çıx 4. Çıxılsın 16-da 1. Yəqin ki, eyni məxrəcə gətiririk. Bunda aşağısına 1 yazsaq, ortaq məxrəcimiz 48. Bura 16, bura 48, burada gələr 3. Hesablasaq 16-nın kvadratı 256. Çıxılsın 48-i vuraq 4-ə. 4, 8, 32, 3. 4, 4, 16, 192. Bunu silək. Və çıxılsın 3. Bunu hesablasaq 256-dan da gedər 195-i. Qalar 1, 15-dən 9 geçsin 61 bölü 48. Belə bir ifadəmiz olmalıdır. O da D variantında. Sonra 3-ə keçək. Burada vergül atmağa fikir vermək lazımdır. Yəni vergüldən sonra 1 ədəd, burada isə 2 ədəd. 0 yazırıq ki, bunları silə bilək. Burada onsuz da eynidir. Silinir 69, 23-də. 3-ün yanına 0 getiririk. Burada 30 və 52 kimi olur. Yəni misalımız budur əslində. 630 bölü 21. Çıxılsın 69 bölü 23. Aşağısında 130 bölü 52. İndi ixtisarlara baxaq. Burada qalır 30 dəfə. Buradan hər ikisini nəyə bölə bilərik? Elə 23-ə ixtisar geçsin. Burada 3 dəfə. Aşağıda da 130-dan 52 5 dəfə olarmı? Yox desin. 13-ə bölsəm 4 dəfə, 13-ə bölsək 10. Bu da 2, 5 kimi. Yəni sürətimiz olur 30-dan 3 çıxanda 27. Aşağımız olur 5 bölü 2. Bunu da yəqin ki, tərsinə vurmaq lazımdır. 27 vurulsun 2 yuxarıya, 5 aşağıya. 54 bölünsün 5. Bunu da vergülünü ayırsaq 10 tam vergül 8 olur. 10 tam onda 8 Y variantı. 4-ə keçək. Qapalı ədədin açılışıdır. Gəlin bunu yazaq. ABC'nin açılışın yerinə yazırıq 100A. Üzərinə gəlinsin 10B. Üzərinə gəlinsin C bərabərdir. 9 vurulsun 10A plus B. Üzərinə gəlinsin 12. Mötərizəni vurub açmaq lazımdır. Hesablasaq, olar 90A. Üzərinə gəlinsin 9B. Üzərinə gəlinsin 12. Bunu bir tərəf atsaq 100A'dan 90A'sı gedir. Birbaşa yazıram 10A. 10B'dən 9B'si gedir. Bir dənə B. Üstə gəlsin C bərabərdir 12. Belə bir ifadəmiz var. Yəqin ki, burada da qiymət verməklə gedə bilərik. Qiymət versək gərək 3-ünə də, 3-ü də deyir 0-dan fərqli olsun, amma demir bir-birinə eyni olsun, yoxsa müxtəlif olsun. Məsələn, burada A-nı 1, B-ni də 1, C-ni də 1 götürə bilərsiniz. Cəmi fikir verin, 12-ni verir. Bunların da cəmi olur 3. B variantı. Keçək 5-ci sualımıza. Burada qüvvət kimi görəndə sistem tənlik kimi yazmaq lazımdır 6-6. Yəni 5-in üzəri A bərabər 81-in yerinə yazıram 3 üstü 4. 125-i gətirib 5-in altına yazıram. 5-in kubu bərabərdir 3 üstü B. Biz üslü fonksiyonlarda demişdik ki, əgər əsaslar eynidirsə üstləri götürüb bölə bilərsiniz. Yəni A bölü 3 bərabərdir 4 bölü B-yə. Bunu da çarpaz vursaq AB bərabər 12 ki, zaten bizdən AB-ni istəyir. C variantı. 6-ya keçək. Bunu da qüvvət kimi göstərmək olar hər halda. İxtisar falan da getmir. Baxın,
Bu fərqli başqa bir əsasdır, bu da fərqli bir əsasdır. Necə olur ki, bunların cavabları bir-birinə bərabər olur? Məsələn, belə deyim sizə. 41-in üstündə nəsə bərabərdir 25-in üstündə nəsə, bu ancaq 0 olanda mümkündür. Çünki 41-in də üstü 0 1-dir, 25-in də üstü 0 1-dir. Ancaq bu halda. Əsaslar müxtəlifdirsə, onda üstü 0-a çevirsən. X minus 3 bərabər 0 eləsək, x bərabər 3. Buradan da eyni məntiqlə 3 minus x bərabər 0-dan yenə x 3 çıxır. Hər iki halda x-in qiyməti 3-dür. D variantı. 7-yə baxaq. Burada da qüvvət kimi göstərsə, 2-nin üzəri m plus n. Vurulsun 81-in üzərində aşağıdan yuxarıya doğru bir ifadə qaldıranda üstün mənfiyə vurulur. Yəni mənfi m üstə gəlsin n kimi. Bərabərdir 6-nı parçalasaq 2 vuru 3. Üstündəki bu 4-ü də yazırıq. Hər ikisini aid eləyək. Vurulsun 2. Sonra sol tərəfdən 2-nin üzəri m plus n. Vurulsun 81-in yerinə 3-ün üstü 4 kimi yazırıq. 4 vurulsun mənfi m plus n. Bərabərdir 2-nin üstü 4, 2-nin üstü 1. Toplam 2 üstü 5, vurulsun 3 üstü 4 olur. İndi 2'ləri 1 götürmək lazımdır. 3'ləri 1. 2'ləri 1 seçsək üstün n plus n bərabərdir 5 olar. Üstlərini də 1 götürsək 4 vurulsun mənfi m üstə gəlsin n də bərabərdir 4. Buradan zaten 4'lər ixtisar gedir, yerində 1 qalır. n plus n 5'dir. Mənfi m üstə gəlsin n də 1'dir. Bunu da tərəf-tərəfə toplasaq m'lərimiz islah gedər. 2n bərabər 6, n tapırıq 3. Sonra da n'in yerinə 3 qoysaq, m tapaq. Bura 3 qoysaq, m'imiz də olar 2. N də m'də tapıldı. Bizdən amma m istəyir, yəni A variantı. Sonra gəldik 8-ci misalımızda belə bir kök var. Təmizləyək. Köklərini deyirik ki, mümkün qədər dərəcələrin arasında rəqəm saxlamırsınız, rəqəm ədəd. Bunlar içəriyə keçid eləməlidir. Bax, bunu atırıq içəriyə, yəni necə? Yazırıq 3-cü dərəcə, sonra 4-cü dərəcə, 3 içəriyə girir, 3 üstü 4 vurulsun 3 kimi. Digər də bu məntiqlə 6-cı dərəcə, 2-ci dərəcə, 9 da içəriyə girir. Quyruqda heç nə yoxdursa gizlənmiş 2 var. 9-un kvadrat kimi vurulsun 3. Sonra bu quyruq hissələri bir-birinə vurulmalıdır. Onda olur nə? Burada da gizlənmiş 2'sini yazaq. 12-ci dərəcədən 3 üstü 5. Məxrəc də 12-ci dərəcədən 9-un kvadratının yerinə. Baxın, bunu kənarda hesablayayım. 3'ün kvadratının kvadratı vur 3 kimi yazsaz. 3 üstü 4 vur 3. Yenə bu da 3 üstü 5 eləyir. Yəni, sürət məxrəci tam eynidir deyə ixtisar gedər, yerində qalar 1. C variantı. 9'a gələk. Burada da eyni məntiqdən içərilərə bir ifadə salsaq, nə edə bilərik? Bu x içəriyə salıram, x qalır. Kökün altında 3-cü dərəcədə bir dənə də kök açırıq. Burada heç nə yoxsa gizlənmiş 2 kimi başa düşürük. Onda olur x'in kvadratı vur x. Sonra bir dənə də kök altında x yanında var. Elədir, bunun içində. O da bərabər olur. Yəni x'in biri çöldədir. 3-cü dərəcə bu kök. X kvadratı x'ə vuranda burası olur x kub. Bunu içəriyə salanda onda olacaq x kubun kvadratı. X üstü 6 vurulsun x kimi. Bu da bərabərdir. X vurulsun. Bu quyruq hissələri yenə gəlir, vurulur. 3 vur, 2 vur, 2 kimi. Eləyir 12-ci dərəcədən. 12-ci dərəcədən x üzəri 7. Görək belə bir cavabımız var mı? Yoxdur. Çünki bu x'i də içəriyə atırsan. Yəni yazırsan 12-ci dərəcədən x üzəri 12 vurulsun x üstü 7. Bu da 12-ci dərəcədən x'in üstündə 19 olur. Yəni B variantı. Ona baxaq, çarpanlara ayırma. Düstura görə sadələşdirsə x kub plus 1'i x plus 1 vurulsun x kvadrat çıx x plus 1. Məxrəc a minus b a plus b qaydasına görə x minus 2 x plus 2. Bölünsün. Buranı da eyni məxrəcə gətirsək x kvadratında. Olar x kvadrat plus 1 çıxılsın x. Vurulsun x minus 2 bölünsün x kvadrat plus x. Gəlin birinci bu bölməyə görə bunu tərsinə çevirək. Sürət məxrəc yerini dəyişsin. Yəni burada yazmaq lazımdır ki, vurulsun x kvadrat yuxarıya, x kvadrat plus 1 çıxılsın x demişdik, elədir. Fikir verin, bu hissələr ixtisar gedir. Bununla bu ixtisar gedər. Sonra nəyimiz var? Bu aşağıda da x kvadrat plus 2'dən də x ortaq vuruq çıxarsaq. Niyə eləyirik? İxtisar geçsin deyə. Buradan da x plus 1 ilə x plus 1 gedər, x minus 2'lər 1 gedər. X'in 1 ilə də 1 gedər. Yəni sonda sürətdə bir dənə x'imiz qalır. Məxrəcdə də x plus 2. Cavab variantımız C. 11'ə baxaq.
Bu tip misallarda əvvəlcədən qiymət qoymayın deyirik, sonda yoxlaya bilərsiniz. Bu özü bir formuladır. Bunu bilirsiniz nə deməkdir? 16 nəyin üstü 4-dür? 2 A-nın üstü 4. B də elə normal B-dir. Prosta bir mənfi, bir müsbət, təzədən mənfi müsbət gedirsə, bilin ki, ortada çıxma var. Çıxılsın B-nin üzəri 4. Niyə 4 deyirəm? 4-cü dərəcə ilə başlayıb 4-cü dərəcə ilə bitib. Bunu və yaxud da ki, Pascal üçbucağından da görmək olar. Uzatmıram o hissəsindən. Gəlib bu qiymətləri də yerinə qoysaq, onlar 200, çıxılsın 199, üzəri 4. Bu da 1 üzəri 4 təzədən verər bizə 1. Yəni A variantı. Sonra 12-də nə etmək lazımdır? Bunu bir çarpanlara ayırmaqla açıq. Görək necə yığmaq lazımdır sonra. X kvadrat üstə hasilin 2 misli 6xy üstə gəlsin 9y kvadrat çıxılsın 12xy. Məxrəci də hələ ki olduğu kimi yazaq. Bərabərdir. Sonra yuxarısı olur. Bu 6xy-dən 12xy gedir. X kvadrat çıxılsın 6xy üstə gəlsin 9y-in kvadratı. Düşürük məxrəcədə tablo üsulu ilə parçalamaq. X kvadrat yaratmaq üçün x vurulsun x deyərik. 3y yaratmaq üçün də 3y-in y hasili. Ortası mənfi 2 olsun deyə deməli mənfini bura, müsbəti bura qoymaq lazımdır. Bizim məxrəcimiz olur x çıxılsın 3y. Yanında da x plus y. O da bərabərdir. Sürəti formula kimi görsəz x minus 3y-in mötərizə kvadratı. Aşağıda x minus 3y, x plus y. İxtisarlara baxsaq, bunun biri ilə biri gedər. Sonda qalar x minus 3y bölünsün x plus y. Belə bir cavab. Minus 3y bölünsün x plus y. Y variantı. Sonra gəlirik 13-ə. Belə 3-4 dənə kəsirin bərabərliyi olan da oran-orantı mövzusu misaldır. Bizim belə bir haqqımız var ki, məxrəcləri 1, sürətləri 1 toplayaq. Görək buradan nəsə çıxarma. Sürəti toplasaq z üstə gəlsin y, üstə gəlsin x. 2 ilə mənfi 4 gedir, qalır çıxılsın 2. Məxrəcə baxırıq, y üstə gəlsin x, üstə gəlsin z. 4, 3. Buradan da gedir nə? 7. 7-dən də ikisi gedir, üstə gəlsin 5 kimi olsun. Bərabərdir 4 bölü 5. Sonra bunu çarpaz vurub x, y, z-i tapmaq olacaq. Bunu da tənasüb kimi çarpaz vursaq, nə olar? 5x, 5z daha doğrusu üstə gəlsin 5y, 5x çıxılsın 10, bərabər 4y, 4x, 4z, üstə gəl 20. X, y, z-i sola yıxsaq, olar bir dənə x üstə gəl, y üstə gəlsin z. Mənfi onu da atırıq 20-in yanına. 20 plus 10 cavabımız olur 30, birbaşa da çıxır. Sonra keçək 14-də sistem təhlil deyək ki. Sistem təhlilləri mümkün qədər kəsirdə saxlamayın. Kəsirdən çıxartmaq üçün nə edirik? Yuxarı sıranı B-yə vurarıq, aşağı sıranı A-ya. Yəni olmalıdır AB üzərinə gəlsin 3 bərabərdir 7B. Aşağıda da eyniməliklə AB üzərinə gəlsin 3 bərabərdir 14A. Bunu deyəndən sonra deyirik ki, bunların sol hissələri bərabərsə, onda sağlar da bərabər olmalıdır. 7B bərabərdir 14A yazırıqsa, hər tərəfi 7-yə bölsək B bərabər 2A qalır. Yəni harada B görsən yerinə 2A yaz. Buradan da yazırıq 2 vurulsun B-nin yerinə 2A, üzərinə gəlsin A bölü A. 5A bölü A, ixtisarlar geçsin, qalsın 5. Yəni D variantı. Sonra baxaq 15-ə. Adi tənlikdir. Hərflər bir tərəfə, ədədlər bir tərəfə. 0.3-ü bu tərəfə açaq olur 0.18x. Bərabərdir 0.7-nin də digər tərəfə açaq. 1.1 çıxılsın 0.7. Yəni 0,18x bərabərdir. Mənfi 1,8 kimi. Buradan da x bərabərdir. Mənfi 1,8 bölünsün 0.18-ə. Vergüldən sonra burada bir ədəd. Digərdə 2 ədəd deyə bura 0 atırıq və vergüllər gedir. Mənfi 180 bölünsün 18. Bu da bizə verər mənfi 10. Yəni D variantı. 16-ya baxaq. Burada sürəti hesablayanda nə olacaq? Məxrəcinə 1 yazsaq x-da x minus 1. Aşağıda 3 bölü x bərabərdir 4 bölü 3. Sonra bu kəsir xəttinə görə tərsinə vursaq. X minus 1 bölü x vurulsun x yuxarıya 3 aşağıya. Bərabərdir 4 bölünsün 3-ə. X-lar ixtisar geçsin. X minus 1 bölünsün 3 bərabərdir 4 bölü 3. Buradan da bir ixtisar gedir yenə. Qalır x bərabər 5. Son qiymətimiz B variantı.
Bir dənə də bunu qeyd edelim ki, x fərqlidir 0. Nə burada, nə burada məxrəc 0 olmaz. Kökləri tapandan sonra yoxlayın. Gəldik mutlaq dəyərinə. Nə edirik? 0-dan kiçik -1 bura olsun. Məsələn, -2 bura. Bu modul mənfidir. Toplamı mənfidir. X-dan -2 çıx -1 burada mənfi. Mənfi olanda nə edirdik? Deyirik ki, o qiymət sürüşür modulun qarşısına. Yəni -x, çıx x, çıx y, çıx x, üstə gəlsin y kimi. Silinmələrə baxsaq, y-dən y gedər. X-ların 3-ü də qalır. -3x. Y variantı. 18-də. Deməli, burada da gəlin x-i modul 3x-in yanına ataq. Olsun 2 dənə modul y bərabərdir. 3 dənədən bir dənəsi gedir. 2 dənə modul x. Bu ikilər də gedir. Modul y bərabərdir modul x-a. Bunun da 2 dənə qiyməti var. Modul modula bərabər olanda. Ya hər ikisi müsbətdir, x bərabər y, ya da x bərabər -y. Həmişə buradan 2 dənə kök çıxır. Modul modula bərabər olsa. Sonra bununla gətirib yerinə qoymaq lazımdır. 3x üstə gəlinsin. Y-in yerinə x qoyursan. X bərabərdir 35-ə. 4x bərabərdir 35-ə. X-imiz olur 35/4. Bunu hardan aldıq? Birinci versiyada. Bir də ikinci versiyada 3x, y-in yerinə -x qoysa, çıxılsın x bərabər 35. 2x bərabər 35-ə, x-imiz də olur 35 bölünsün 2. İndi maksimumun müqayisə ilə. Təbii ki, 35 bölünsün 2 böyükdür 35/4-dən. Sürətlər eyni olanda məxrəci kiçik olanı götürür yaxı böyük olaraq. Bizim də cavabımız A variantı. Fikir verin, hər ikisini verib. Bu deyil. Sonra 4 bulunur, bulunmaz. Gələk 19-cu suala. Kümələrin kaçında 4 bulunur? Bu bulunur, bulunmaz söhbətində bulunur dediyində, bulunmaz dediyində dairəyə alırıq. Bax 4 bulunsun, 5 bulunmaz deyir. Bulunmaz deyirsə, ümumiyyətlə 5-i at geçsin. 4-ündə 100% var. İndi bizə deyir ki, alt kümələrin kaçında 4 bulunur? Gəlin bu 3 dənəlinin, belə deyək, alt kümələrini tapaq, sonra yanına da 4-ləri qoşarıq. 3 dənə elementi olan, 1, 2, 3 elementi olan neçə dənə alt küme yarada bilərik? Onu danışaq. Alt kümənin düsturu 2 üstə n idi axı. Buradan hesablayırıq. 2-nin kubu 8. Bu 8 dənənin hər birinin yanına bu 4-ü qoşa bilərsən. Elə ümumilikdə də 8 dənə küme yaranır. C variantı. Sonra A birləşmək B deyir Y-yə bərabər olsun. Burada yaxşı olar ki, Euler Venn diaqramını çəkək. Hər ikisini göstərək. Bu A olsun, B olsun. Elementləri də bilmiriksə X, Y, Z deyək. İndi bizə nədir? A kəsişsin. A'nın içində nə var? X, Y. Kəsişməlidir, B iştirik. B-nin üstünü tutsaq, kənarında X qalır. Sonra bu cavabı birləşdirmək lazımdır. B-nin içində nə var? Y, Z. Kəsişməlidir. Nə ilə? A iştirik. A-nın üstünü tutsam Z qalır buradan. Sonra da bu cavabı ümumilikdə tapandan sonra bunun üstünə bir dənə iştirik qoyarıq. İndi hesablasaq. Bu birinci hissədən kəsişmədən ortaq X-i götürürəm. Birləşmək. Buradan Z. Sonra üstünə iştirik qoysaq. X-dan Z-i birləşdirmək ilə XZ-dir. XZ-dən üstünə xətt deməkdir ki, bunu görmə. Qıraqda ancaq qalır Y. Bu Y-də nə deməkdir? A kəsişmə B deməkdir. Bu da D variantı. Bilmədiyimiz olanda element qoyaq. 21-ə gələk. Burada yəqin ki, bir ortaq vuruq çıxarılacaq. Faktoriallarda uşaqlar mənfi söhbət yoxdur. Əgər gördünüzsə, bir faktorialda yer dəyişmə var, onda mütləq onun için 0-a bərabər edirik. Məsələn deyirəm, məsələn. A-ya gətirib 3 versəm, aşağısı olur 2 faktorial. Yuxarıda mı 3-dən 5 çıxanda mənfi 2 faktorial deyilən bir şey yoxdur. Ona görə bu tip faktoriallar görəndə, xüsusən bu növ, gəlib 0-a bərabər edirik. A-5 bərabər 0. Bütün A-ların yerinə 5 qoymaq lazımdır. Onda misal buna çevrilir. 5 faktorial üzərinə gəlsin. 5 faktorial çıxılsın. 0 faktorial. Aşağıda da 0 faktorial üstə gəlsin. 4 faktorial. Bunu da hesablasaq 5 faktorial 120 üstə gəlsin. 120 çıxılsın 1. 1 üstə gəlsin 4 faktorialın da cavabı 24. Bu da eləyər 25 buradan 120, 120. 240, biri də geçsin 239. Cavabı da var. B variantı. 22-yə baxaq. F-in içində bir neçə dəfə F verib. Bunlarda çox vaxt tərsi ilə gedirdik. Gəlin elə düz məntiq içində yerləşdirək. F neçə dənədir? 4 dənə. İçində Fx.
Ən bu sadəsindən götürək. Bu fx'in yerinə bu cavabı yerləşdirəcəyik. Yəni olacaq f içində f içində f, onun içində x plus 2. Sonra burada gətirib f'in içində x plus 2'mi tapaq. Yəni x'in yerinə x plus 2'mi qoyursan. Onda nə olur? X plus 2 bu x'in yerinə. Üstə gəlir 2 oldu x plus 4. Gətirək yazaq. Bunun yeri x plus 4 imiş. F içində x plus 4. Sonra da burada gətirək. F'in içində x plus 4'mi tapaq. Bu da olsun x plus 4 plus 2 verir x plus 6'mi. Deməli bunun cavabı x plus 6m'dir. O da bərabərdir. Davam edirik. F'in də içində x plus 6m bərabərdir. Burada gətirib yerinə qoyuruq. X plus 6m üzərinə gəlsin 2m. Yekunda da olur x plus 8m. Yəni B variantı. Keçək 23'ə. Fonksiyonumuz bu. Deyir, bunun tərsini tapın. Millət, kvadratik funksiyalarda tərsini tapmaq üçün belə saxlamırıq. Mötərizənin kvadratını oxşatmaq lazımdır. Yəni x kvadrat plus 4x plus 7 yox 4 olsaydı düstura gələrdi. 7'dən 4'ün ayırım geriyə qalır 3. Olmasa plus minusla yazın, tarazlıq pozulmur. Yəni x plus 2'nin mötərizə kvadratı üstə gəlsin 3. İndi funksiyanı təzədən yazıram. Deyirəm ki, əlimdə belə bir fonksiyon var. Fx bərabərdir x plus 2'nin mötərizə kvadratı plus 3. F mənfi 1 istəyəndə bu fx ilə x yerini dəyişir. Yəni yazırıq x bərabərdir f üstü mənfi 1x plus 2'nin kvadratı üstə gəlsin 3. Buradan da 3 ataq sol tərəf olsun. X minus 3 bərabərdir. F'in tərsində x plus 2'nin kvadratı. Kvadrat geçsin deyə kökə salırıq bunu. Hər tərəfi kökə salsaq, olsun kökün içində x minus 3 bərabərdir. Burada modul da çıxacaq. Görün, bu modulun ehtiyacı var ki, təsiri yoxdur desən. Şərt vermişdi. Əvvəlcə deyir ki, x mənfi 2'dən böyük olsun. Bir zəhmət böyük olsun. X üstə gəlsin 2. Sonra bu 2'dən də atırıq sol tərəf. F üstü mənfi 1x. Daha doğrusu sola bərabərdir. Kökün altı x minus 3 çıx 2. Belə bir şey olmalıdır. X minus 3 çıx 2'si C variantında. Gedək 24'ə. Görək burada nədir? F mənfi 6. Bunun düz məntiqini deyirdi ki, için içinə çölün çölünə bərabər ilə. Başqa bir şeyə görüm ehtiyac varmı? Gəlin elə dediyimiz elə için içinə cavabında 1 götürək. Yəni qıraqda yazaq x kvadrat çıxılsın 8x plus 10 bərabər olsun mənfi 6'ya. Sual işarəsi də bərabərdir x plus 4 bölünsün x minus 3'ə. Sonra sol tərəfdən kvadratik tənliyə eləsək çıx 8x 16 bərabər 0. Buradan düz məntiq düstur olur. X minus 4'ün mötərizə kvadrat bərabər 0'a, x minus 4 bərabər 0'a. X bərabər 4 görürük. Bu tapdığımız 4'ü sağ hissədə yerinə qoyuruq. Sual da bərabərdir. 4 plus 4 bölünsün 4 çıxılsın 3. 8 bölü 1 də verir 8. Yəni bunun cavabı 8 imiş. Y variantı. 25 işlem sualıdır. Burada nə edirik? X, yəni A-nın yerinə də x, B-nin də yerinə x qoyursan. Onda olur nə? 2x üstə gəlsin 5x çıxılsın 3 bərabərdir. Bu dediyi x-a. Onda 7x'in yanına da x ataq. 6x bərabərdir 3'ə. X də olsun 3 bölü 6. Yəni 1 bölü 2. B variantı. 26'da işlem sualıdır. Solun solu ilə götürürük. Sağla da sağa götürürük. Yəni 2 bölünsün x bərabərdir 3'ə. X'i tapırıq buradan 2 bölü 3. Y bölü 3 bərabərdir 5'ə. Y tapırıq 15. Bu tapdığımız x, y burada davam elətdiririk. 3 vurulsun x'in yerinə 2 bölünsün 3. Üstə gəlsin 4 vurulsun y-in yerinə 15 çıxılsın 1. Bunlar da geçsin 61. Yekun cavab D variantı. 27 mod misalı çıxıb sistemdən. Qəbula düşmür. Bu düşmür. Bu düşmür. Bir dənə də bunu yazaq. Maksimum minimum. Toplamı 24 olan 2 dənə müsbət ədəddən maksimum hasil istəyəndə yaxın ədədləri götürürük. Minimum deyəndə uzaq ədədləri götürürük. Və bu bizə demir, bunlar şey olsun, eyni olsun, yoxsa fərqli olsun. Onda ən yaxın 12 vurulsun 12 götürərəm. Ən uzaqda 0 vurulsun 24 götürərəm. Onda hasilimiz 144 çıxılsın 0 eləyə verər 144. A variantı. Bu da burada bitdi. Sağ olun, özünüzə yaxşı baxın.